Suyunuzu salıyaq qəbir bura. Gözəl şəhərdir, yaradın, gözəl Küy, səs küy. Bəli. Burada səs Qardaş, küy burada keçmiyor. mənim uşaqlarım biri Bakı Devlət Universitetinin qışnasıdır, biri də Medinist oxuyur. Mən uşaqlarımı məcnunata bura gətirəmirəm. Baxan da olsun Allah. Burada söyüşün biri bir qəpi yox. Olmaz. İkinci də, qadını çəkib iş eləmək olmaz. Buna ulu öndərimizin oğlu birbaşa əmr verib, imzalayıb ki, olmaz. Qazilərlə bütün məmurlar rəftar etməlidir. Yalan deyirəm qardaş. Biz gəzməliyik burada. Mən nəsilimi kökümü vermişəm, indi də şəhət vermişəm. Kim verir, sən də vermişəm, düzdür. Qardaş gəl, yoxlayaq görə iş eləyən oğlan əskərliyə gedib getməyib. Düzdür, getməyib baxır. Bunu belə eləmək olmaz. Bu İlham Əliyev hakimiyyətdir. Ulu öndərimizin hakimiyyətdir. Biz də canımızı qoymuşuq. Biz də vətən yolunda, hakimiyyət yolunda. Belə olmaz. Yalan deyirəm ki, İndiran müəllim. Mənim uşaqlarım bura məcburiyyəti gəlir, mən bura çıxardırmıyım. Bu nə demək? Olsun. Mən deyirəm, sahibkardır qarı. Sahibkar dəndə nədə? Çornikoldur da. Çornikoldur, orduna bak. Bravo. Olsun da. O video durur, indi görsədər Hüsəm atar. Dursun da video. Qardaş olmaz. Qurma da qoyarıq, millət baxar. Bu baxsın da. Baxsın da. Baxsın da. Ha, qanunu mən... Sən də ölürsən, sən də nə küsümü deyirsən, sən də nə küsümü adam var, dəngəsidir. Sənin özünün buradakı fəaliyyətin qanuna söykəndir. Qanuna söykənmir. Bələdiyyənin sənlə bağladığı müqavilə kökündən hüquqi baxımdan yanlışdır. Suyun içərisi kimindir? Bələdiyyə nəyə görə suyun içərisində səndən müqavilə bağlamalıdır? Niyə? Olmaz. Bura sənin monopoliyan olmalıdır. Dolamayın, bu xalqı da, milləti də görürsən, eləyən kimi mən də iş eləyirəm. Mən iş eləməyim, mən bərbad. Mən bu vətən yolda 3 il yarım. 3 il yarım dolçu olmuşam, dolçu. Sizin nətirin kökünü əlimdə eğip baxmamışam. Ermənistandadır. Gözün mən də iş eləməyə çalışırım. Amma qadını buradan çəkdirsən ki, buradan uzaqlaş. Olmaz. Bu olmaz. Polis gəl. Tüm məmurlar da hamı devlətə işləməyir. Devlət gördün. Başqa qazın deyil. Dəmir yumruq qalır. İndi ödəyirik ki, bunlara bu. Gəmir satmışıq. Ödəyirlərdir mənim. Bunlar bir ilin də işləm. Texas motor qüvvəsi. Əmlak verirlər. Ailimizdə Bağlanmağa gerek yok. Sənətləri var ki, sənətləri yerlər. İzolaskoyam lazım. Qanunu gəmir. Şey qardaşım, biz hamısını başa düşürük, zavadskopaların hamısı elə zavadskoydur. Amma dayanmaq hüququmuz olmalıdır. Müəyyən konstruksiyalarda dəyişikliklər olur. Amma bu boyda olmaz. 3-4 dənəsi gəlsin. Növbə saxlasın. Siz dördü gəlsin, burada iştirak eləsin. Necə bu marşrutlar gedirik qardaş? Marşrut görsən, onların arası marşrutlar gedir. Növbəli ilə gedir. Bu növbəli ilə olsun. Bunu bırakıp gəmir çəkir. Amma burada çox istiyorsan. Başa düşürəm, görürəm, hamısı istiyorsan. Ben de gördük ki orada stol, ondan sonra smaba, bunlar uygunsuzdur. Kanuna uygun değil. Bunu çalışmak lazım ki kanuna uygun işler görəsiniz. Bundan səmərəli iş görəsiniz. Bu nədir? Mən deyil, zavodlar. Normal şey. Bunlar işim orada. Bir de bunun yağ değişmesini ne tarafa alırsınız? Bak bunun yağ değişmesi. Ben ildə bir daha bunun yağını dəyişdirirəm. Usta çağırıram, gəlir. Yağını özünü içində trabokun yağı yoxdur. Onu çıxardır, yığır kanisine. Bunu verir. Sizə sadı tökülmür. Buranın müqaviləsi yoxdur. Bir də müqavilə gedin bağlayın. Yəni, öz məqsəd özün həll. Biz sahibkarla elə deyək də gəmi sahibinin arasında olan məsələləri danışmırıq. Amma texniki məsələlərə görə, gəminin texniki baxışına görə iraqlarını sizə bildirirəm. Qanunla zamanı Bura neçə yerdir ki? Neçə adam otura bilir? Gəmdə 10-12. Yox, niyə mən baxıram 12 deyil, kifayət qədər. Elə 10-12 nəfər orada otura bilər. Burada da arxada da. yox, çox adam bilmirəm mən. Allah'ım əcində göz qalanı. Adam yoxdur demişsiniz, yoxsa var mı? Arxada. Ümumiyyətlə o qədər çox alıb ki, adam gəlib satmış. Sözün açığı. Yəni mən baxıram, hardasa burada bir 30-40 nəfər aşağısı otura bilər. Yerə görə yerində. İndi onlara uyğun sizdə pek adamlar oturduğu şey var mı? Hayır, indi açmış. Hayır, içəridə. Hamısı. O nədir? O generatordur. O nə kimi istifadə edirsən burada? O akkumulyatorun üzərində düşmüşdü. Olay odan yığışdır. Yığışdırın, suyun götürün. Ne faydalı bakacağım? Yok, bir şey de var.
Şunun sahilindəki vətəndaş şey yığılır, səs, düzləndirici, Bax, gör nə deyirəm, manqaldır, samavardır. səsi yüksək gəlir, ona görə Ya bir də kolonka, yəni bax bu şeylə qəti yanmır. Gündüz zaten öyle bir dakika. Abi biz buradan kesmeyi olmuyor. Burada elə bir şey var. Buradan kesmeyi olmuyor. Ama mesela buradaki akşam var. Burada bir ses sese karşı. Baba, Kolonka ne olmaz? kolonka yığışdır. Burada görürlər, tək sizə aid deyil, hamıya. Hamıya aid. Fatoru, Aytor, Dərmələrlər. Onu da götür kolonkadan götür. Bak məndən xəbərdarım. Sadəcə xəbərdar oləm. gedəndən sonra bax burada savcı hərəsinin bir maktonu var. Hamı kodu verir, klientdə qaçır. Bəli. Mən pul ödəyirəm, mən gəlir, ailə gəlir, oturur, and olsunlar maktonun səsindən durur gedir. Bəli, düzdür. Və nə qədər mən 60 yaşım var, mən bunlarla nə qədər mən şəkər adamım, mən istiyorum burada. Bir dəqiqə. Hərəsi 1000 Mən manat. bizim keçən adama burada təsirəm. Mən burada dayanıram. Maktonu bir mahnı, bir mahnı. 50 dəfə xahiş edirəm bunlara. Nə olar aşağı elə. Mən axırda pəncərəni örtürəm ki, səs gəlməsin. İnsanam değil mi? Ha, inanmıyorum. Gel çıkırlar bak bura bak. Otururlar bak burada. burada. Hiç bunu koydum kırağa. Görürsünler otururlar bak burada hamısı. Akşam Söğüşün biri bir gəl. söyüşün bir qəpik. Heç birində qalacaq çox qabiliyyət yox. Çoxu. Heç birində vergi ödəmir. Yalandan 30 manat pul verir, vergi ödür, güya şey deyir. Ben heç birində şey düzgün deyil. Burada O neçə olsun, hamı çörəyin qazanır da. Burada sizin restoran qalanı neçə gəmi dayanır? Ha burada biri gedib, biri gəlib magnetofon da 50 dəfə hamısından xahiş edirəm ki, aşağı Bax, ama ehtiyacı olan bax, hamısı gəlir ki, bax, bu bunu boş. ver, bunu ver. O gəmidən sonra boş yer var. Orada da gəmi dayanır. Hər yerdə hamısı elə belə dayanmır orada. Yalandan deyil. hardadır o gəmi Ha, görən? buradan biri- Ha? Məsələn, harda ola bilər o gəmi? Yoxdur. Gəmi deyib o. Eşindən soruş, şeydən soruş. Onlar özləri bilir də haram paylıq nə var. Aha. Hamısı əldə bir dənə gəmi qayırır, salıb bura. Heç biri standart uyğundur. Bir də bir sualım. Sizin o yüksək səs burada musiqilərlə bağlı cərimə tətbiq etmə səlahiyyəti sizdədir yoxsa qanun? Bu hərəkətlər biz ona işləyirik. Dayanırsa yox, dayanır. Burada dayan. Obyektlər biz onu edirik. Amma bir hafta bir qədər ki, Məsələn, tutaq ki, dayanıb burada, ali yox, sənin işin aparmır. Dayanıbdır, amma musiqiyə də yüksək səsini tutur. aradan qaldırır. Yəni o barədə elə bilirəm ki, aslında müraciət ediblər, 100 yox, dəyişən. O saatı keçdikdən sonra məşə səsinə səbəb olur. Yox, indi biz dedik, məsələn, kolonkaları bəziləri götürürlər. Amma kolonkalar obyektdən sonra yenə gətirəcək. Hamısında var. Ama kimler nəzərə gəlir ki, bunlar əslində niyə kolonka olmalı? Gəmidə niyə bu toy deyirik ki? O indi burada ekologiya nümayəndəsi var, şu polisidə var, bizim polislərimiz var. Yox, ekologiya yox, ekologiya yox, fövqəladə hallar. Yəni bunlar hamısı buradadır. Sizlər aidiyyətli qurumlar, müvafiq olan nümayəndələr. Bax siz buradasınız, bu məsələni can çözmək lazımdır. O səhvlik köylü, indi bunu heç tənəffüslə sizlərin ayrı məsələdir, heç aradan götürmür. Amma məsələ buradadır ki, buradakı musiqinin səsi Allah haqqı insanlar çox var. Çox, dedik. İndi bax, Yoxana da Allah nümayəndəsi burada, bu polisin nümayəndəsi burada. Sizlər buradasınız. Bu məsələ çözün, kim üzərindədirsə bu yük. Onlar bu nəzər eləsin, bu şeyləri, kolonkaları, bunlar tamamilə dayandırılsın. Bu məsələ dayanır. Bu məmləkət olmuşda yola salın. Bugün keçirilən reyd düşünürəm ki, gələcəkdə bu ərazidə yaranmış biabırçı vəziyyətin aradan qaldırılması üçün bu və ya digər formada bir təsir mexanizminə malik olacaqdır. Amma bugünkü reyddə mütləq Fövqəladə Hallar Nazirliyinin, Su Polisinin, digər qurumların iştirakı ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional nümayəndəliyinin, eyni zamanda Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarının da iştirakı vacib idi. Təəssüf ki, onlar iştirak eləmədi. Bugün bu ərazidə yaranmış biabırçı vəziyyətin aradan qaldırılması üçün müvafiq qurumların mütləq addım atması lazımdır. Çünki nəzərə alsaq ki, bu ərazidə sahil gəzinti zolağının uzunluğu, yəni o dərəcədə böyük deyil və artıq mövsümlə əlaqəli olaraq şəhərə çoxsaylı turistlər gəlir. Eyni zamanda şəhər sakinlərinin bu ərazidəki istirahət hüququ birmənalı şəkildə pozulur. İndi hansı nöqsanlar aşkarlandı Burada əsas? aşkarlanan nöqsanlar nədir? Burada bütün qayıqlarda, gəmilərdə yüksək səs gücləndirici olan, deməli o
kolonka deyilən o səs gücləndiricilər var. Müxtəlif musiqi səsləri burada bir-birinə qarşı. Eyni zamanda bu gəmi istifadəçilərinin, gəmidən o sahib deyək, gəminin sahibkarları mı deyək və yaxud da ki, onları istifadə edən o sürücülər mi deyək, onların maarifləndirməsi mütləq vacibdir. Çünki burada da bizim müşahidələrimiz göstərir ki, sakinləri ən ciddi şəkildə narahat edən məsələ burada uca səslə danışmalar, küçə söyüşlərin istifadə edən insanların sayının çoxluğu, qışqıraraq özlərinə müəyyən müştəri çağıran şəxslərin səsi küyü, yüksək musiqi səsi, qarışıq musiqi səslərinin burada olması xatırladır bir növ. Necə? Avtovazqalı xatırladır deyəsən. Bəli, Müştəri yəni elə bir vəziyyət yaranır ki, sanki bu paytaxtın yaxınlığındakı və yaxud da ki, paytaxtın mərkəzindəki o qarışıq bir ərazidir. Bura insanların istirahəti üçün, turistlərin gəlməsi üçün ən gözəl ərazilərdən biridir. Bugün biz Mingəçevir şəhərinin turizm potensialının inkişafını istəyiriksə, biz Mingəçevir şəhərinə kənardan gələn, istər ölkə daxilində olan turistlərin, istər xaricdən gələn turistlərin artmasını istəyiriksə, mütləq buradakı xidmət şəraiti, mövcud vəziyyət müasir tələblərə uyğunlaşdırılmalıdır. Nəzərə alsaq ki, Kür sahili əraziyə yaxın olan yaşayış binaları var və o binanın sakinləri də belə dəfələrlə bizə redaksiyaya müraciətlər olunur ki, burada olan səsdən, küydən, yüksək musiqi səsindən onlar evlərində otura bilmirlər. Bu da bizim konstitusiyamız hər bir vətəndaşımız üçün onların rahat yaşamaq hüququnu təmin edir, onu təsbit edir bu qanunda. Bugün kiminsə hansısa bir formada 5 manat, 3 manat qazancının müqabilində insanların istirahət hüququ pozulmamalıdır. Və düşünürəm ki, bununla bağlı bugün keçirilən reydin nəticəsi söz olaraq qalmayacaq, nə bilim, görüntü yaratmaq xarakteri daşımayacaq. Bu mütləq bir əməli nəticəyə gəlib çıxacaqdır və mən buradan səslənirəm bütün ictimaiyyət nümayəndələrinə, bütün müvafiq qurumlara ki, bu ərazidə sakitçiliyin yaradılması, istirahət zonasının normal şəraitə gətirilməsi üçün mütləq tədbirlər görülməlidir, hüquqi tədbirlər görülməlidir. Orada deyək ki, səs gücləndiricidən istifadə edənlərin, o yüksək səsdən istifadə edənlərin cərmələnməsi, onların inzibati məsuliyyətə cəlb olunması olduqca vacib məsələdir. Digər tərəfdən buradakı gəmilərin böyük əksəriyyəti kurslar üsulundan düzəldilmiş gəmilərdir. Nə bilim, biri gedib arxa yolda hansısa bir tikinti yerində düzəldibdir, biri gedib Mingəçevir kəndində bu gəmini düzəldibdir. Və burada bir sual yaranır. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları hansı əsaslara, hansı texniki parametrlərə, hansı texniki şərtlərə görə bunlara sənəd verir və sabahlar bu vətəndaşların həyatı ciddi şəkildə təhlükə qarşısında. Yəni burada olan qayıqların, gəmilərin mütləq zavod istehsalı olması vacibdir. Orada burada düzəldilən gəmiləri istər estetik görünüşü heç bir tələbə cavab verməyən, eyni zamanda texniki təhlükəsizlik baxımından heç bir şərtə cavab verməyən gəmilərin, qayıqların suya buraxılmasının qarşısı alınmalıdır.